Yaxşı, mənəvi inkişaf üçün istirab zəruridir, yoxsa insan acı çəkmədən də kamilləşə bilər? Məncə acısız mümkün deyil. Sən bu yol elə bir yoldur ki, sən burada hər bir halda istirab çəkməlisən ki, həm qarşı tərəfi başa düşəsən, həm özünü yaxşı anlayasan, həm də yaradanı yaxşı anlayasan. Psixoloqların belə bir yanaşması var. Ümumiyyətlə deyirlər ki, yaxşı psixoloq travma yaşamış olmalıdır, yoxsa yox? Yəni, psixoloqun travması ola bilər, yoxsa yox? Buna cavab verirlər, bir neçə məşhur psixoloq var. Deyir ki, əslində psixoloqun yaxşı olmağı onun nə qədər travma yaşamağından asılıdır. Yəni, bu travma yaşamayıbsa, qarşısında olan bir insanla bu empatiya qura bilməyəcək. Ancaq yaxşı psixoloq o travmalarından qurtulmuş psixoloqdur. Çünki travma bunu əsir eləyibsə, mən heç vaxt pasiyentlərimə yaxşı psixoloq ola bilməyəcəm. Mən daha da o travmamı yükləyəcəm ona. Bəzən olur, gedirlər psixoloqun yanına, deyir ki, psixoloq bütün o seans müddətində özündən danışdı. Psixoloq özündən danışdı.